Hər vaxtınız xeyir. Bəli, hazırda mülayim hava müşahidə olunur. Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəs bölgələrdə hava şəraiti necə olacaq? Ümumiyyətlə, qarşıdakı günlərdə temperaturun artacağı gözlənilirmi? Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun baş mütəxəssisi Leyla Mədətova çatdıracaq. Buyurun. Salam, hər vaxtınız xeyir. Bəli, yanvarın 22-si və 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludla əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-qərb küləyi əsəcəyi yanvarın 23-də şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 4-8 dərəcə isti olacaq. Yaxın günlərdə bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin yanvarın 23-ü gündüzdən 24-ü səhərədək bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 0-5 dərəcə şaxta olacaq. Təşəkkürlər. Hava haqqında bizim çatdıracaqlarımız bu qədər idi. Buyurun, söz sizdədir.